Bugün yəni mayın 10-da Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası ixrac olunub. Bu ölkəyə 16 vaqon 986 ton dizel yanacağı göndərilib. İndiyədə isə Azərbaycandan Ermənistana 9000 ton dizel, 979 ton AI-92 markalı, 2955 ton isə 95 markalı benzin ixrac olunub. Həmçinin bugün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. 6 vaqondan ibarət çəkisi 406 ton olan gübrə və 4 vaqondan ibarət çəkisi 276 ton olan taxıl 10 may tarixində Biləcəri stansiyasından Böyükəsik istiqamətinə yola salınıb. Bugünə kimi isə Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 27 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.